Müasir əmək bazarı sürətlə dəyişir və texnologiyanın inkişafı, rəqəmsallaşma, eləcə də qlobal iqtisadi tendensiyalar ixtisas seçimində mühüm rol oynayır. Hər il olduğu kimi 2026-cı ildə də bəzi sahələrə tələbat daha da artacaq. Abituriyentlər və ixtisas seçimi qarşısında olan gənclər üçün düzgün qərar vermək gələcək karyeranın əsasını təşkil edir. Maraqlıdır, bu il hansı ixtisaslara daha çox tələb olacaq? Mövzu ilə bağlı təhsil eksperti Elçin Süleymanov bildirib ki, əmək bazarındakı dinamikaya görə abituriyentlər ixtisas seçimində gələcəkdə məşğulluğuna müsbət təsir göstərəcək ixtisas seçməyə diqqət edirlər. Xüsusilə avtomatlaşdırılmış süni intellektdən istifadə ilə müəyyən iş yerlərinin azalması, amma enerji, xüsusilə alternativ bərpa olunan enerji istiqamətində, böyük verilənlər, big data istiqamətində, kiber təhlükəsizlik istiqamətində ixtisaslara diqqət artacağı qeyd edilirdi. Və elə bu yaxınlarda cənab prezidentimiz İlham Əliyev də qeyd eləmişdi, süni intellekt demək olar ki, dünyanın gələcəyini, əmək bazarını ciddi şəkildə təsirləndirəcək bir məfhumdur və gələcəkdə populyarlıq qazanan ixtisaslar burada IT, kompüter texnologiyaları, kiber təhlükəsizlik, süni intellektlə əlaqəli ixtisaslar aktuallığını qoruyacaq. Eyni zamanda ekoloji kənd təsərrüfatı, innovativ istehsal və ticarət, fizioterapiya, əhaliyə xidmət göstərəcək müxtəlif servis və tətbiqlər dəyər qazanacaq. Ənənəvi olaraq Azərbaycanda tibb təhsilinə maraq güclüdür. Ən savadlı insanlar bu istiqamətə yönəlir, gənclərimiz. Hüquq təhsilinə maraq var və xüsusilə ənənəvi hüquq təhsili verən universitetlər yanı sıra bir neçə ildir Qarabağ Universiteti də hüquq təhsili verən ciddi təhsil müəssisələrindən biri kimi prosesə qoşulub. Eyni zamanda mühəndisliklə əlaqəli ikili dövlət proqramlarının və yerli ali təhsil müəssisələrinin çox yaxşı, yüksək səviyyəli ixtisasları təqdim edirlər. Burada neft-qaz mühəndisi, alternativ bərpa olunan enerji mühəndisi istiqamətində, eyni zamanda rəqəmsal bacarıqlarının inkişafına əlaqəli ixtisaslar, maliyyə analitikası, maliyyə mühəndisliyi, böyük verilənlərlə işləmə mütəxəssisi, maşın öyrənmə, big data verilənlərindən istifadə edərək müəyyən məhsulların tətbiqi, dizayn və bu istiqamətdə maraq hər gün artmaqdadır. Nəticə olaraq ixtisas seçimi yalnız bugünün deyil, gələcəyin tələblərinə uyğun şəkildə edilməlidir. Əmək bazarında hansı sahələrə daha çox ehtiyac olduğunu araşdırmaq və şəxsi maraqla bazar tələbatını düzgün balanslaşdırmaq uğurlu karyeranın əsas şərtidir. Leyla Səməndər, Yeni Azərbaycan TV.